Sözsüz ki, evin ən vacib yerlərindən biri, mənim fikrimcə, birincisi mətbəxdir. Və əlbəttə ki, mətbəxin uzun ömürlü olması üçün, mətbəxin keyfiyyətli olması üçün sizdən, yəni müştərilərdən çox şey asılıdır. Mən uzunmüddətli mutfaqçı təcrübəsi əsasında ideal mətbəx seçmək üçün və ya ideal mətbəx mebelinə sahib olmaq üçün hansı amillərə diqqət yetirməyiniz barədə sizlərə video çərçivəsində ətraflı informasiya verəcəm. İlk öncə qeyd etmək lazımdır ki, ideal mətbəx sizə uyğun mətbəxdir və buradan da o nəticəyə gəlirik ki, ideal mətbəxin yaradılmasında ən azı istehsalçı qədər, ən azı dizayner qədər, ən azı ustalar qədər sizin də son dərəcə vacib rolunuz var. Siz bilməlisiniz ki, hansı tip mebel sizə uyğundur. Yəni, necə mətbəx mebeli sifariş verək ki, o sizə düzgün olsun, uyğun olsun. Mətbəx mebelinin sifarişində bir neçə faktorlar var ki, bu faktorlara diqqət yetirsəniz, əminəm ki, sizin mətbəxiniz mükəmməl olacaq. Bu faktorun birincisi mətbəxinizin, mətbəx mebelinizin mənzilinizə uyğun olmasıdır. Yəni, elə etmək lazımdır ki, mətbəx mebeli mətbəxin poluna, mətbəxin divarlarına, mətbəxin tavanına yaraşsın. Ən gözəl mebel, ən gözəl rəng yaraşan rəngdir və diqqət eləmək lazımdır ki, mətbəxdə bir vahid konsept olsun. Amma bu yalnız bununla bitmir. Mətbəx yalnız gözəllik demək deyil. Mətbəx həmçinin funksionallıqdır, mətbəx həmçinin rahatçılıqdır. Çünki mətbəxdə biz demək olar ki, həyatımızın böyük hissəsini keçiririk. Bəs mükəmməl mətbəx, rahat mətbəx necə olmalıdır? Birinci növbədə sizin diqqət yetirəcəyiniz birinci amil mətbəxin düzgün istiqamətlənməsidir. Yəni, mətbəx planlaması son dərəcə vacibdir. Vacibdir ki, mətbəxdə yuma yeri, mətbəxdə saxlama yeri, mətbəxdə bişirmə yeri bir vahid ahəngdə olsun. Yəni, buna dizaynerlər mətbəx üçbucağı deyirlər. Düzgün üçbucaq öz-özlüyündə mətbəxdə sizin minimal hərəkətlə maksimal işləri həyata keçirməyinizi təmin edəcəkdir. Mətbəx planlamasından sonra ikinci diqqət yetirəcəyiniz şey mətbəxdə furnituradır, mexanizmlərdir. Burada çox incə nöqtə var. Bunu elə seçmək lazımdır ki, nə çox olsun, nə də çox az olsun. Ümumiyyətlə, furnitura demək olar ki, mətbəxdə qənaətin unudulduğu bir nöqtədir. Orada elə etmək lazımdır ki, sizin seçdiyiniz furnituralar keyfiyyətli olsun, Hetik olsun, Blum olsun, Hafel olsun, ancaq bununla bitmir. Ən mükəmməl furnitura düzgün planlanmış və düzgün ustanın əlindən çıxan furnituradır. Ona görə də elə şirkətlərlə çalışmaq lazımdır ki, o şirkətlər bu furnituranı ilk dəfə sizin evinizdə yumşaq desək quraşdırmırlar. Yəni, professional quraşdırma furnituranın özünün keyfiyyəti qədər vacibdir. Üçüncü vacib məsələ mətbəxdə təzgahdır. Təzgahlıq demək olar ki, mətbəxin əsas iş görüldüyü zonadır və burada çalışmaq lazımdır ki, təzgah elə seçilsin ki, o zaman sizin seçdiyiniz məhsul təzgaha uyğun olsun. Ümumiyyətlə, mətbəxin ən bahalı zonası təzgahlıqdır və elə təzgahlıq seçmək lazımdır ki, təzgah seçimimiz daha düzgün olsun. Bizim səhifələrdə, elə bizim YouTube kanalımızda ideal təzgah necə seçilməlidir deyə videolar var. Siz bu videolardan da kommentariyalarda qeyd etsəniz, mən o videoları sizin üçün göndərə bilərəm ki, siz ətraflı şəkildə bu mövzuların necə olduğunu hiss edə biləsiniz. Ancaq təzgahlığa diqqət yetirmək lazımdır. Dördüncü vacib məsələ fasaddır. Əlbəttə, mətbəx fasadı həm gözəl olmalıdır, həm də funksional olmalıdır. Funksionallıq nədən ibarətdir? Çirk götürməməlidir, ləkə götürməməlidir. Ən azı 10 il sizin mətbəxiniz davamlı şəkildə həyatda olmalıdır, yəni sizə xidmət etməlidir və əlbəttə ki, ideal mətbəx mebelində fasadlar da düzgün formada təyin olunmalıdır. Korpusa gəldikdə, 5-ci mövzu korpusdur. Korpus mənim fikrimcə ağac yonqarlı lövhədən, laminatdan olmalıdır, ancaq bu zaman laminat elə seçilməlidir ki, ideal mətbəxiniz düzgün olsun. Ən gözəl korpus, davamlı korpus əlbəttə ki, düzgün yerlərdə düzgün istifadə olunan korpusdur. Məsələn, siz hansısa bir aspirator seçirsinizsə, orada korpus daha diqqət eləmək lazımdır ki, onun ətrafı daha keyfiyyətli olsun. Həmçinin bilirsiniz ki, mətbəxdə texnika, aspirator seçimi, yuma zonası, moyka seçimi öz-özlüyündə böyük bir vacib olan amillərdir ki, onlara bir bütöv şəklində istiqamətlənsəniz, yəni mətbəx seçimini bütöv görsəniz, mətbəx, təzgahlıq, texnika, yuma zonası bir əldən çıxsa, əminəm ki, sizin mətbəxiniz daha funksional, daha rahat və daha gözəl olacaqdır. Seçdiyiniz mətbəxdən asılı olmayaraq, mətbəxinizə ciddi yanaşsanız, seçdiyiniz şirkət ciddi şirkət olsa, sizin son nəticəniz, son mebelinizdə mükəmməl olacaqdır. Uğurlar.